Əli Kərimli həvəslə oturub gözləyirdi ki, Tofiq Yaqublu aclıq elan eləyəcək və hətta elan eləyirdi ki, bu həftənin sonuna çıxmayacaq. Bu öləcək orada. Belə sevinə istəyirdi ki, onu öldürsün. Bunun üstündən siyasi manipulyasiya eləsin. Bir insanın ölümündən manipulyasiya eləmək istəyirdi bu kişi. Yəni, siz fikirləşin ki, yəni, bu nə dərəcədə düzdür? Yəni, sən öz partiya yoldaşının ölümündən bəhrələnməkmi istəyirsən, qızışdırırsan, onun, mən baxırdım, ailəsinə qızışdırırdı, o dayandırmayacaq, özü bəlkə dayandırmaq istəyirdi, xahiş edirlər ki, o vəkillər zadə ailəsi, qızı getmişdir ki, bəlkə dayandırsın bu. Deyir, o dayandırmaz. Mən bilirəm onun deyir fikirlərini. O öləcək, amma deyir, aclığını dayandırmır. Qızışdırırdı ki, hökmən adam orada ölsün. Yəni, aclıq elan eləsin və dayandırmasın və ölsün. Və buradan da bu adam götürsün, xalq qazansın, başlasın siyasi manipulyasiya, bunun üzərindən, nə bilim, hər hansı bir özgəsini təzədən gündəmə və müxtəlif onun havadarlarına göstərsin ki, bax, görürsünüz, biz burada bu formada ölürük, bəlkə qrantlar biraz artdı, elədi və s. Yəni, bir insanın ölümündən belə bəhrələnmək, bir partiyadaşın, yaxşı, deyək ki, indi bir o səhvdə eləyib, heç olmasa sən bir partiya rəhbəri kimi gedərdin ora, Əli Kərimli deyirəm. Deyərdin ki... Özdə yeni partiyadan da deyirlər, deyəsən Tofiq Yaqublu müsavatdadır. İndi fərqi yoxdur ki onlar. Amma eyni əqidən daşıyıcılarıdır da. Siyasi, özünə deyirsən ki, bunlar siyasi lideri, və gedirsən onun ailəsinin yanında və s. olursan. Orada deyə bilərsən ki, sən təcili sağlamlığın vacibdir bizim üçün. Biz mübarizəmizi aparmaq üçün sən sağlam lazımsan bizə və s. Yəni bu formada sən onu bəlkə də təsir edib aclığını dayandıra bilərdin. Amma deyirsən ki, fikir verin, mən o günə baxmışam, o qədər gülmüşəm ki. Deyir, mən əminəm, mən bilirəm ki, o aclığını dayandırmayacaq. Onun mən prinsipal olduğunu bilirəm, o ölməlidir orada. O öləcək, amma aclığını dayandırmayacaq. Yəni, belə çıxır ki... Psixoloji təsir edir ki, bu onu hazırdır ki, götür ölsün. O istəyirdi aclığını dayandırsın, amma bu şeydən sonra artıq aclığını dayandırmaq fikrində olmayacaqdı. Amma nəhayət aclığını dayandırır. Mən heç kimə, düşmənimə belə mübarizə aparanda kişi kimi mübarizə aparmağı arzulayıram. Və onun niyyətindəyəm. Mən uzun illər bilirsiniz, Səs qəzetinin başında atır kimi bu vaxt olub, müxalifət qəzeti olub 90-cı illərin əvvəllərində Səs qəzeti və həmişə də o müxalifətlə bizim aramızda ciddi konfliktlər olub. Mövqe ayrılığı olub, biz mövqeyə görə siyasi mübarizə aparmışıq, amma o mübarizəni mən nə təhqirlə, nə söyüşlə, nə şeylə aparmağın tərəfdarı deyiləm. Amma bəzən görürsən ki, hərən öz tərzində də cavab verməyə məcbur olursan və onda da o tərzdə... Düzdür, biz onların səviyyəsində yenməyəcək heç vaxt, amma sözümüzdə deyəcəyik. Və siyasi mübarizəni də kişi kimi aparmaq lazımdır. Yəni, sən birinci Azərbaycan dövlətini fikirləşməlisən, istəyirsən iqtidarda ol, istəyirsən müxalifətdə ol. Mən o günləri bir yerdə müsahibədə dedim ki, hər bir jurnalist də Azərbaycan vətəndaşı kimi vətəndaşlıq borcu var. Yəni, məsuliyyəti var onun. Dövlət və xalq qarşısında məsuliyyəti var. Yəni, sən bütün addımlarında dövlətin və xalqın qarşısında məsuliyyəti dərk edərək addım atmalısan. Və bugün, əgər deyək ki, ali rəhbərliyə, cənab prezident hər hansı bir addımı atıbsa, ümumxalq naminə, xalq maraqları naminə addım atılıbsa, o müxalifətdə olsam belə, yəni mən ünvanlayıram o müxalifətdə olan yoldaşlara, onlara deyirəm ki, harada olmağından asılı olmayaraq, ümumxalq məsələlərində xalqla, dövlətlə və ali rəhbərlə birliyi göstərmək lazımdır ki, xaricdən olan o fikirlər pis yayılmasın. Azərbaycan haqqında, Azərbaycan vətəndaşı haqqında, Azərbaycan xalqı haqqında, Azərbaycan dövləti haqqında pis fikirlərə biz rəvac verməməliyik. Amma çox təəssüflər olsun ki, həmin o dediyimiz müxalifət, yəni adını çəkdiyimiz o müxalifət, onlar hətta Azərbaycanın imicini aşağı salmağa hazırdır, Azərbaycan dövlətinin əleyhinə getməyə hazırdır, bəzən Azərbaycan xalqının əleyhinə, xalqının deyək ki, imicinə zərbə vurmaq məqsədi ilə addımlar atırlar ki, nədir ki, orada dividend qazansın və yenə deyirəm, o xarici qrant verənlər, xaricdən gələn qrantlar, bir balaca qrantını artırsın. Yəni, bu eybəcərlikdir. Bu siyasi eybəcərlikdir. Bu mədəniyyətsizlikdir. Bu cür addımlar atmaq elə hesab edirəm ki, ümumiyyətlə düzgün. Bu həm də əxlaqsızlıqdır. Siyasi əxlaqsızlıqdır. Bunun başqa adı yoxdur. Burada bir tamaşaçı yazır ki, Tofiq Yaqublu kişi adamdır,
sizdən fərqli Ola olaraq bilər, bu fikirlər müxtəlifdir. Hər kəs mən üzr istəyirəm. yəni- Biz əksində iddia eləmirik. Biz demirik ki, Tofiq Yaqublu kişidir ya kişi deyil falan. Hər kəs onu hörmət edə bilər. Hesab edir ki, o bəlkə də o düşünür ki, mübarizəsində haqlıdır. Biz deyirik ki, bir Azərbaycan vətəndaşı ölməsin. Hə, biz yaşasın. Aclığından siyasi məqsədlər üçün istifadə etməyin. Yəni bizim məqsədimiz onun aclığından siyasi məqsədlər üçün istifadə edən yaramazlaradır bizim sözümüz. Bizim sözümüz Tofiq Yaqublu deyil. Ölümünü siyasi predmetə çevirmək, siyasi manipulyasiya eləmək yol verilməzdir. Yəni yenə deyirəm, müxalifətçiliyi də normal şəkildə eləmək lazımdır. Nə olsun ki, mübarizəni də kişi kimi aparmaq lazımdır. Deyək ki, bir 100-ü, 200-ü, 300-ü, 500-ü, laf 1000-i deyək ki, alternativ ideya olsun, alternativ fikirdə olsun, alternativ ideologiyada olsun. Biz onu demokratik bir dövlətdir. Əlbəttə. Biz onu demirik ki, siz niyə əks fikirdeyirsiniz? Biz deyirik ki, Tofiq Yaqublu da bir insandır. O da bir ailə başçısıdır. Müxalifətlikdən kənar, yenə deyirəm, bir insan da Azərbaycan vətəndaşıdır. Yəni onun ölümündən qızışdırıb, onun ölümündən bəhrələnmək, siyasi məqsədlərinizə istifadə eləmək olmaz.